Salamlar hər kəsə. Bu videoda nəyin izahını verəcəm? Bu ilmik sualında düşmüşdü. Notu zərb aləti hansıdır? Notu zərb deyəndə nə başa düşülür? Zərb alətlər ümumiyyətlə bilirik ki, nədir? Məsəl üçün nağaradır, dəfdir, dümbəkdir və s. Bunlar hamısı zərb alətləri qrupuna daxildir. Ancaq notu zərb aləti deyəndə nə başa düşülür? Yəni onun üzərində notlar əks edilsin. Məsəl üçün şaxşax da zərb alətidir. Şaxşax bilirik ki, nədir? Əldə tutulur, daha çox orkestrlarda olur və ansambllarda olur. Şaxşax vasitəsilə ritm verilir, ancaq onda heç bir not yoxdur. Bundan əlavə nağara. Nağara hər kəs tanıyır. Mən inanıram ki, yəni hər kəs bunu görüb, bilir. Və nağarada da not yoxdur. Üzərində heç bir not yoxdur. Səslər vasitəsilə onun üzərində ritm tutulur. Bəs o zaman yaxşı, notu zərb aləti nədir? Digər alətlər vardır ki, metalofondur, ksilofondur, zərb alətləri qrupuna daxildir. Şəklini mən ekranda təəssüf əks etdirəmirəm, amma yazıb axtarış verib baxa bilərsiniz. Yəni, hətta uşaqlar üçün də o zərb alətlər vardır. Döyəcləyərək ifa olunur. Məhz həmin alətlər notu zərb alətləri qrupuna daxil edilmişdir. Hansıdır bunlar? Bir daha deyirəm. Metalofon və ksilofon notu zərb alətləri qrupundadır.